Talih Bey, fikirləşdim. Mən Qəfərli Talih Mübarizəoğlu 1996-cı Qarabağda kəndlərdən olmuşam. Vəziyyətimiz budur ki, qardaş, yəni bugünkü gün təsərrüfatımızı saxlamağa, yaşadığımız fermanın yanında sahibsiz 2 sənə zadətini sarıflar. Fermamız 10 metr arası var, 10 metr, 15 metr bir arası var. Yəni hər cürə qoymurlar da heyvanı saxlayaq. Burada yəni gətirib hər gün gəlir, gedir, itir, gətirirlər, aparırlar. Yəni səsə, küyə, evdə yaşlı arvad var, uşaq var, körpə uşaq var. 9 ailə yaşayırıq. 3 ailə burada yaşayırıq, 3 ailə orada, 3 ailə də burada. Özüm də sahibkaram. 120-dən yuxarı mal saxlayıram. Təsərrüfatda hər il portala dövlətə 9.000, 8.000 pul verirəm. Qarabağa keçirəm portalla bağlı. Sahibkar kimi dövlət mənə 100.000 kredit verir. Sahibkarlığa kömək kimi. Yəni burada da gətirib buralar imkan verir. Bu heyvan, bu da itdə özünüz görürsünüz. İtin də səsi küyü. Yəni vəziyyət budur. Çox pis vəziyyət. Siz Orxan müəllimə bu yeni təyin olunmuş icra başçısına müraciət eləmisiniz ya yox? Getmişik Orxan müəllimin yanına, dəfələrlə getmişik. Orxan müəllim özü də gəlib bura. Gəlib bax deyir ki, vəsaitimiz yoxdur, yer yoxdur. Vəziyyət budur. Yəni 82 yaşı var nənəmin, şəhid bacısıdır, 2 şəhid bacısıdır. Getdi Orxan müəllim qəbuluna. Orxan müəllim gəlib bura deyir ki, səbirli olun, 4 ilə 5 ilə sizə vaxt verəcəklər. İnşallah.